Bugün siyasi məhbus olan Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlı haqqında başlanılan məhkəmə işi haqqında danışmaq istəyirəm. Xahiş edirəm videonu izləməzdən öncə kanalıma abunə olmağı unutmayın. Abunə olmayanlar xüsusilə və bildiriş hissəsini açıq qoyun ki, videolar yüklənəndə hər həftənin 2-5-ci günləri saat 20:00-da sizin YouTube kanalınıza bildiriş gəlsin və o ön ekrana düşsün. Başlayaq siyasi məhbus məsələsindən və siyasi məhbusların ailələrinə zaman-zaman olan təzyiqlərdən. Bu Azərbaycanda ilk hal deyil. Belə ki, mən keçən videoların birində Azər Qasımlının həbsi, bu həbsinin şəxsən mən tərəfdən siyasi olduğu qənaətini bölüşmüşdüm. İzləmək istəyənlər kanalıma keçirib həmin videonu da izləyə bilərlər. Və həmin hadisələrdən sonra, yəni təxminən bir 20 gün öncə yenidən biz Azər Qasımlının yoldaşı Samirə xanımın Facebook paylaşımından bizə bəlli oldu ki, Azər Qasımlı haqqında şikayət ərizəsi yazan, onun məhkəmədə onu hədələdiyi üçün ittiham edən və buna görə Azər Qasımlı hal-hazırda həbs həyatı yaşayır, siyasi məhbusdur. Həmin adam, həmin şəxs bu dəfə də Samirə Qasımlının haqqında şikayət verib və yaxud da ona buna zorla verdirtdiriblər. İndi bu biraz başqa mövzudur. Təbii ki, bizim əlimizdə dəlil, sübut, fakt yoxdur. Mən sadəcə öz düşüncələrimi bölüşürəm və kimsə bundan razılaşa da bilər, kimsə bununla razılaşmaya da bilər. Bu sadəcə mənim gəldiyim qənaətdir ki, bugün necə ki, mən bir daha təkrar edirəm, öz qənaətimi bölüşürəm. Necə ki, Azər Qasımlı ilə həmin şəxsi üz-üzə qoydular, indi də Samirə Qasımlını bu yolla təzyiqlər edirlər. Mən buna cəzalandırma demək istəməzdim. Çünki hələ biz bilmirik məhkəmənin sonuç olaraq necə yekunlaşacaq. Və hal-hazırda mən mayın 1-idir bu videonu çəkirəm. Günorta saatlarıdır, 2-nin yarısıdır. Və məhkəmə hələ bir qədər sonra başlayacaq. Ona görə məhkəmənin, amma bu video 20:00-da mənim YouTube kanalımda yayımlanacağı üçün məhkəmənin hansı qərar verəcəyi böyük ehtimal ki, yenidən təxirə salınacaq. Adətən biz Azərbaycanda belə görürük. Məhkəmələr bir neçə dəfə təxirə salınır. Bu bəzən 6 ay çəkir, bəzən hətta 2 ilə qədər çəkə bilər. Hansı ki, məsələn, Toplum TV işi üzrə proses hələ də yekunlaşmayıb. Və digər bu cür nə qədər nümunələr götürmələr, xüsusilə də siyasi işlərdə, təbii ki, bəli, siyasi işlərdə bizdə məhkəmə hökmünün çıxarılması uzadılır. Qayıdaq mövzuya. Samirə Qasımlıya haqqında açılan bu şikayət ərizəsi ilə bağlı məhkəmə işi, bu mən düşünürəm ki, siyasi məhbus ailələrinə təzyiq metodudur. Yəni, Samirə Qasımlı, Azər Qasımlının azadlığa çıxması üçün müəyyən kampaniyalar həyata keçirməyi bəlkə də planlayırdı, bəlkə də müəyyən addımlar atmağı planlaşdırmışdı və hakim dairənin də bundan böyük ehtimal ki, xəbərləri olub və bunun qarşısını almaq üçün, bu sadəcə bunun qarşısını təbii ki, bu yolla tamamilə almaq da olmaz. Amma mən düşünmürəm də ki, Azərbaycan iqtidarı Samirə Qasımlının həbsini hal-hazırda hazırlayır bu gedişatla. Mən açığı həbs məsələsinə inanmıram. Sadəcə bu bir növ təzyiqdir. Həm Azər Qasımlının özünə, həm Samirə Qasımlıya, həm də bütün Azərbaycan ictimai-siyasi cəmiyyətinə, Azərbaycanda siyasətlə məşğul olmaq istəyən və yaxud da hal-hazırda da siyasətlə məşğul olan insanlara, həm də onların ailə üzvlərinə. Baxın, bu ən pis tərəfi bu tərəfdir. İnsanlar siyasətlə məşğul olursa, yaxşı, Azərbaycan iqtidarı razılaşmır onların fikirləri ilə, qəbul etmir onların əks argumentlərini, onların müxalif dünya görüşünü və yaxud da ki, addımlarını, prinsipal davranışlarını qəbul etmir. Və qeyri-demokratik yollarla hətta onları bəzən həbs edir və yaxud da bir çoxlarını ölkədən getməyə məcbur saxlayır və yaxud da kimləri isə də necəsə sustururlar. Burası aydındır. Bunu haradasa, necəsə anlayırıq ki, avtoritar hökumətlər, hakimiyyətlər öz kreslosunu qorumaq üçün hər yola yoldur. Amma artıq həmin şəxslərin ailə üzvlərinə təhdidlərin olması, təzyiqlərin olması, onların müəyyən vasitələrlə daim belə risk altında saxlamaq və bu artıq nəinki avtoritar hakimiyyətlərə, ümumiyyətlə bu insanlığa sığışmayan bir addımlardır, bir yanaşmadır, düşüncə tərzidir. Bu insanlar da biz hamımız bu ölkənin vətəndaşlarıyıq. İqtidar cəmiyyəsi də
bu ölkəni idarə edən bir qrup şəxsdir və həm də bu ölkəni idarə edən bir qrup şəxsə iqtidar cəmiyyətinə müxalif olan insanlardır. Həm də Azər Qasımlı və onun yoldaşıdır, həm də digərlər. Əslində bu yeni üzə çıxan bir hallar deyil. Məsələn, İlqar Məmmədovun kitabı haqqında mən keçən dəfə danışmışdım. Onun məhkəmədə parlaq qələbəsi üzərinə yazılmış bir kitab idi və həmin kitabda İlqar Məmmədovun da bu haqda qeydləri var. Hətta onun yoldaşının da o vaxt cinayət işi açmaq istəyiblər, amma onda təbii ki, İlqar Məmmədovun çox güclü müdafiəsi gedirdi. Və Azərbaycan tarixində məncə bunu hamı razılaşar ki, bundan İlqar Məmmədovu bəyənən də, bəyənməyən də, Real Partiyasını sevən də, sevməyən də Azərbaycan tarixində ən güclü azadlığı uğrunda kampaniyası həyata keçirilən İlqar Məmmədov. Və o dövrlər buna görə onun həyat yoldaşına cinayət işi açılmamışdı və bunu İlqar Məmmədovun öz kitabında bunları qeyd edib hamısını. Biz digər nümunələr də var bunun haqqında. Ümumiyyətlə siyasi məhbusların ailə üzvlərinə qarşı olan təzyiqlər onları həm də ailə üzvləri ilə təhdid etmək ki, müəyyən nələrdilərsə razılaşmaq üçün və yaxud da əfv ərizəsi yazmaq üçün və yaxud da ki, siyasi həbsxanadan siyasi bəyanatlar verməmək üçün belə şeylər çox olub Azərbaycan tarixində və bu da onların növbəti biridir və bu çox iyrəncdir. Və bunun qəbul ediləcək heç bir tərəfi yoxdur. Bir daha təkrar edirəm. Biz çox gözəl başa düşürük. Azərbaycandakı sistemi, Azərbaycandakı siyasi sistemi, Azərbaycandakı məhkəmə sistemini, hüquq mühafizə orqanlarının iş sistemini. Amma ailə müqəddəsdir axı. Bu ailə məsələsi bizim genetikamızda var, bizim milli mental dəyərlərimizdə var, bizim həm də konstitusiyamızda var. Ailə müqəddəsdir axı. Biz buna da əl atmamalıdır Azərbaycan hökuməti və xüsusilə də Azər Qasımlının 3 övladı var. Tutaq ki, ən pis senaridə siz Samirə xanımın da tutaq ki, həbs etdiniz, yaxşı. Bəs düşünmürsünüz bu insanların, uşaqlarının durumu necə olacaq? Onların tərbiyə işləri ilə kim məşğul olacaq? Onların və uşaqları da çox da kiçik də deyirlər və artıq çox da böyük də deyirlər. Müstəqil həyata atılacaq insanlar da əksəriyyəti deyil. Yəni 3 uşağın ikisi mən bildiyim qədərilə bəlkə də səhv bilirəm, heç 18 yaşı tamam olmayıb. Və bu cür durumda siz bir ailəyə qarşı bu qədər həddə addımlar atılmamalıdır. Onsuz da siz Azər Qasımlıya 12 il həbs vermişsiniz və qatı cinayətkarı Azərbaycanda bəlkə də o qədər həbs vermədiyiniz faktlar doludur. İnsan öldürənə 9 il verirsiniz, 8 il nə qədər verirsiniz, amma hansısa heç hal şahidi olmayan bir məhkəmə prosesindən çıxarılan nəticəyə görə siz durub bir nəfərə təhdidə görə, şantaja görə, yenə də qeyd edirəm, mən bunu siyasi akt kimi qəbul edirəm və 12 il həbs vermişsiniz zaten bir insana və indi də onun yoldaşına müəyyən təzyiqlər edirsiniz ki, bununla nələrsə, bəlkə də razılaşdırasınız, bəlkə də nələrsə geri addım atsın, sizlərin nə düşündüyünü mən şəxsən bilə bilməm. Ümumiyyətlə, mən hər dəfə bunu qeyd edirəm, bir daha qeyd edim. Azərbaycanda siyasi məhbus məsələsi bir dəfəmlik həll olunmalıdır. Amma indi görünən budur ki, yaxında üfüqdə hələ ki biz o addımları görmürük. Hələ ki biz o addımları görmürük ki, Azərbaycanda siyasi məhbus ayrı bir dəfəmlik sonlansın. Nə qədər jurnalist Azərbaycanda həbsdədir. Və siz onların əksəriyyətini, mütləq əksəriyyətini təbii ki, maliyyə pozuntularına görə həbs etmişsiniz. Yəni, insanı maliyyə pozuntularına görə, vergi qaçaqmalçılığına görə həbs etmək və Azərbaycanda ən böyük vergi qaçaqmalçıları, ümumiyyətlə, korrupsionerlər, ən böyük büdcə vəsaitini mənimsəyənlər iqtidarın öz ətrafındadır və bunu özləri ilə zaman-zaman öz mətbuat orqanlarında yazdırırlar. Həmin insanlar haqqında heç həbs qəti imkan tədbiri seçirsiniz ümumiyyətlə. Və o jurnalistlər hansılar ki, onlar siz deyirsiniz ki, müəyyən qədər qrant alıblar və vergi ödəməyiblər. Yaxşı, əgər tutaq ki, belə bir iddianız varsa, buraxın azadlığa və deyin ki, gətir bu qədər vergini geri qaytar və get azadlıqda yaşa. Niyə o insanlar hamısı həbsdədir? Demək, məsələ təkcə vergidən yayılma məsələsi deyil.
Demək sadəcə siz ölkədə medianı boğmağa çalışırsınız. Demək siz ölkədə insanların ümumiyyətlə danışma hüququnu əlindən almağa çalışırsınız. İnsanların tənqid etmə azadlığına qarşısınız. Sərbəst toplaşma azadlığı zaten ümumiyyətlə yox səviyyəsinə gətirmişsiniz ölkəmizdə. Və indi çox az insan var, danışan, tənqid edən, Facebookda yazan və yaxud da ki, mənim kimi YouTube'da danışan. Siz artıq bu ölkədə bütün kranları sanki bağlamağa cəhd göstərirsiniz. Amma bunun sonu sosial partlayışdır. İnsanlar öz dərdlərini danışmalıdır, insanlar problemləri danışmalıdır axı. Nə etsin bu insanlar? Hamımız susub, ya kimlərsə ölkədən getməlidir, ya da kimlərsə susub yerindəcə oturmalıdır və artıq iqtidar başa düşməlidir ki, bu işlərin sonu yoxdur. Bu sonluq ümumiyyətlə belə ola bilməz. Nə vaxtsa, necəsə siz açılıma getməyə məcbur olacaqsınız və indi o qədər nifrət qazanmayın ki, indi o qədər nifrət əldə etməyin ki, gələcəkdə sizin atacağınız addımlara görə, açılım planlarınıza görə də insanlar sizi heç olmasa həmin zaman qəbul etsinlər. Həmin zaman sizin doğru attığınız doğru addımları təqdir etsinlər. Siz artıq o təqdir edilmək hüququnu da özünüz öz əlinizdən almışsınız. Bu attığınız iğrənc addımlarla siyasi məhbusların ailə üzvləri ilə onları təhdid etməklə, onların ailə üzvlərinə təzyiqlər etməklə və s. və ilaxır bu səpkidə istənilən qədər iğrəncliklər var onsuz da. Azərbaycan siyasətində. Artıq bütün bunlara son verilməlidir. Bir daha təkrar edirəm, mən açığı düşünmürəm ki, Samirə Qasımlının məhkəmə prosesinin sonu onun həbsi ilə yekunlaşa bilər. Amma bura Azərbaycandır, biz hər bir şey görə bilərik. Təbii ki, siyasi səpkidə, siyasi şəxslərin məhkəmələri mən belə düşünürəm ki, heç bir halda hüquqi yollarla yox, ancaq siyasi qərarlarla həll olunur və siyasi qərarlarla hökm oxunur. Bu təkrar edirəm, bu mənim düşüncəmdir. Və ona görə də Samirə Qasımlı məsələsini də görək qərar nə olacaq bugün və yaxud da ki, bundan sonraki məhkəmələrin sonucu necə olacaq.